Ölkəmizin hər bir bölgəsində olduğu kimi qərb rayonlarında da yağışlı hava şəraiti bəzi bitkilərə və ağaclara zərər verib. Şəmkir və Tovuz rayonlarının bitki mühafizə və sumiqasiya mərkəzinin rəislərinin sözlərinə görə fermerlər aramsız yağışların məhsuldarlığa ciddi ziyan verməməsi üçün kimyəvi gübrələrdən istifadə etmələrini və daimi olaraq mütəxəssislərlə məsləhətləşməli olduqlarını bildiriblər. Bu yağışın müəyyən qədər yağması, normadan artıq yağmasının müəyyən bitkilərə, yəni ağaclara ziyanı var. Amma taxıl zəmilərində demək olar ki, xeyri daha yüksəkdir. Ağaclarda demək ki, işte bu nəmişlikdən yaranan şaftalı ağaclarında demək olar ki, mənənə zərər vericisinin yaranması, şaftalı yarpaq qıvrılmasıdır. Amma taxıl zəmilərində demək olar ki, çox yaxşı nəticə verir. İntihası bu dağlıq zonalarda da taxıl zəmilərində zəlizə deyilən bir zərər verici var. Onun yayılmasına artımına təsir göstərir bu nəmişlikdə. Bu yaz mövsümündə hava şəraitinin qeyri-sabit keçməsi, yəni gözlənildikdən artıq düşən, normadan artıq yağışların yağması, bəli, təbii ki, kənd təsərrüfat bitkilərinə öz mənfi təsirini göstərməkdən yan keçmir. Belə ki, payızlıq dənli taxıl bitkiləri əkilmiş sahələrdə bu alaq otlarına qarşı kimyəvi mübarizə işlərinin aparılmasına, yəni imkan olmadığından sahələrdə alaqlanma gedir. Artıq bilirsiniz ki, bitkilər boru mərhələsindədir. Boruya çıxma mərhələsində olduqda alaq otlarına qarşı kimyəvi mübarizə işləri aparmaq məcburiyyətində qalan insanlar bu işləri həyata keçirən zaman sahələrdə bitkilərin zədələnməsinə gətirib çıxardır ki, bu da öz məhsuldarlıqda öz mənfi təsirini göstərir. Məhsuldarlıq aşağı düşür, əmtəlik əgər mübarizə aparmazlarsa da əmtəlik göstəricisi aşağı düşür. Kəmran Əskiparalı, Sənan İsmailov, Tovuz, Şəmkir, Səs TV xəbər.